Salamünaleyküm. Salam, Xoş gəlmişsiniz. Buyurun, sifarişinizi deyərdiniz. Bu qarşılama ilə şot 50 manatdan yuxarı olmayacaq, mən getdim. Biabır eləmə bizi. Açığı bir dənə söz deyim. Burada qiymətdə ot tutub yanır. Həqiqətən elədir. Özü buranın işçiləri var ha, personal işçilər. Hamısı əvvəlki müştərilərdir. Şot gələndə pul verə bilməyiblər deyənə, zalaq qalıb burada işləyirlər. Elə mən özüm də onlardan biriyəm. Ona görə sizdən artıq dərəcədə xahiş edirəm. Məndən qəti surətdə güləriz, qulluq gözləməyin! Başa düşdünüz məni? Nə baxırsınız? Davay sifariş edin. Vaxtım yoxdur. Şeydir, adam gözləyir ya, biz gəlsin sifariş eləyəcəyik. Gözlərim aydın adam gözləyirsiniz. Tutaq ki, məni Allah'dınız. Aha. Elə bilin ki, 5 dəqiqə qabağa düşdünüz. Amma 5 dəqiqə sonra gələcəm. Eşitdiniz məni? Sağda baxın, sağda baxın. Ay sol, 5 dəqiqə sonra gələcəm. Yaxşı. Oldu. Üzr istəyirəm. Birinci dəfədə zalojnik ofisant görürəm. Biraz mən də qorxdum, amma olan şeydir. Getdi o. Nağarsan? O nədir? Səni bilmirəm. Mənim burada işləmək fikrim yoxdur. Qəşək kreska götürmüşəm. Qəşək. Başımızı salaq aşağı dənliyək. Dənliyəyə bax. Oradan baxanda toyuq oxşuyuram mən. Hə? 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 Toyuq da deyil, bu hinduşka səsi. Mən başımı xarab eləmə, nə olur biabır eləmə, bizi qoy onun cibinə. Nə, ötər cibimə yığma, qulaq as, bunu ye. Hələ sağ cibimdə yarım porsda mərci var.